Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Allah'ın izniyle bugün silsilə dərslərimizin 11-ci dərsi ilə davam edəcəyik. Və bu dərsdə yenə isim sifət mövzusu ilə əlaqəlidir. Hansı ki, Allah Teala'nın dünya səmasına nuzulu, yəni dünya səmasına enməsi ilə bağlıdır. Allah Subhanahu ve Teala'nın müəyyən vaxtlarda dünya səmasına endiyinə iman etmək də əhl-i sünnətin üzərində icma etdikləri etiqad məsələlərindəndir. İmam Acuri rahimahullahın da Əş-Şəriə kitabında bildirdiyi kimi deyir ki, buna iman etmək və bunu doğrulamaq vacibdir. Ağıllı bir müsəlman o necə ener deyə bilməz. Yəni keyfiyyətini soruşmaz. Bunu da deyir, Mu'təzilədən başqası rədd etməz. Və davam edərək deyir ki, haqq əhlinə gəldikdə onlar belə deyərlər. Keyfiyyət təyin etmədən buna iman etmək vacibdir. Çünki Allah Azze və Cəllənin hər gecə dünya səmasına endiyi haqqındakı xəbərlər Rasulullah sallallahu aleyhi və səlləmdən səhih olaraq rəvayət edilmişdir. Bizə bu xəbərləri nəql edənlər halallar və haramlarla əlaqəli hökmləri, namazın, zəkatın, orucun, həccin və cihadın elmini nəql edənlərdir. İmam Acuri rahimehullah bununla demək istəyir ki, yəni həm bu ibadətlər, həm də Allahın dünya səmasına enməsi eyni ravilər tərəfindən nəql olunub. Elə isə niyə onların namaz haqqında, zəkat haqqında, oruc haqqında, həcc kimi ibadətlər haqqındakı rəvayətlərini qəbul edirsiniz? Lakin Allahın dünya səmasına enməsi haqqındakı rəvayətlərini qəbul etmirsiniz. Və davam edərək deyir ki, alimlər onlardan bunları necə qəbul ediblərsə, eyni şəkildə bu sünnətləri də onlardan qəbul ediblər. Bunları kim rədd edərsə, xəbis bir sapıqdır deyərək, bunları rədd edəndən həm çəkiniblər, həm də çəkindiriblər. İmam Lələkai də bu bölümdə Allah Teala'nın dünya səmasına nuzulu ilə əlaqəli hədisləri nəql etmişdir. Abu Hureyradan, Ali bin Abu Talibdən, Abu Bakr Sıddıqdan, Cabir ibn Abdullahdan, Rifa ibn İrabədən, həmçinin Abu Dardadan, Abdullah ibn Məsuddan, Cübeyr ibn Mut'imdən və həmçinin Əbu Tha'ləbə Əl-Xuşənidən, Amr bin Abəsədən, Uqbə bin Amr Əl-Cühənidən, Əbu Mus'adan, Aişədən, Abdullah ibn Abbasdan və Ummu Sələmədən nəqilləri qeyd edib və 15 səhabədən nəqil gətirmişdir. Və bu səhabələrdən bəzilərinin mövzu barədəki nəqillərini oxuyacağım inşallah. Abu Hureyra radiyallahu-dan rəvayət edir. İbn Şihab, Abu Abdullah Əl-Ağar və Abu Sələmə Əl-Ağardan rəvayət edildiyinə görə, Abu Hureyranın onlara anlattığına görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Allah-u Teala hər gecə gecənin 1/3 bölümü qaldığında dünya səmasına nuzul edər, yəni enər. Və belə deyər, kim mənə dua edər ki, ona icabət eləyim. Kim məğfirət istəyər ki, onu bağışlayım. Kim bir şey istəyər ki, ona istədiyini verim. Və həmçinin Ali ibn Abu Talib radiyallahu anhunun rəvayətində bunu da bizə Muhammed ibn İshaq rəvayət eləyir. Musa ibn Yasarın Ubeydullah bin Əbu Rafidən, o da Ali ibn Abu Talibdən rəvayət etdiyinə görə deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Ümmətimə ağır gəlməyəcək olsaydı, İşa namazını gecənin ilk 1/3 zamanı keçincəyə qədər təxir edərdim, yəni gecikdirərdim. Çünki gecənin 1/3 dilimi keçdikdə dünya səmasına iner və fəcr doğana qədər orada qalar. Deyər ki, bir şey istəyən yoxdurmu verilsin? Dua edən yoxdurmu icabət edilsin? Günah işləyib istiğfar edən yoxdurmu bağışlansın? Xəstə olub şifa istəyən yoxdurmu, ona şifa ihsan edilsin. Və Abu Bakr radiyallahu anhudan rəvayət edildiyinə görə də Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Şübhəsiz ki, Allah-u Teala
Şaban ayının 15-ci gecəsi dünya səmasına enər. Hər kəsi bağışlayar. Sadəcə kafir olanlar və qəlbində kin tutanlar, yəni müsəlmanlara qarşı qəlblərində kin tutanlar istisna. Və digər bir sahabədən Cabir ibn Abdullah radiyallahu anhudan rəvayət olunur. Əbu Zubeyrin Cabir radiyallahu anhudan rəvayət etdiyinə görə dedi ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Ərəfə günü olduğunda Allah-u Teala dünya səmasına iner. Ərəfətdə vaqfə halında olanlarla mələklərə qarşı öyünər. Və deyər ki, qullarıma bir baxın. Saç baş dağınıq, toz duman içində mənə gəldilər. Hər uzaq məşəqqətli yoldan gəldilər. Şahid olun ki, mən onları bağışladım. Bunun üzərinə mələklər deyərlər ki, ya Rabbi, aralarında falan kəs var, günahlara batıb. Falanca da var, o da günahlara batıb. Falan da filan da deyə sayarlar və deyir ki, Allah Teala deyər ki, hamısını bağışladım. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, Ərəfə günündə olduğu qədər cəhənnəmdən azad edilənlərin daha çox olduğu başqa bir gün yoxdur. Yenə Abu Hureyradan rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, şübhəsiz ki Allah Teala gecənin ilk 1/3 dilimi keçincəyə qədər gözləyər. Sonra dünya səmasına enər və belə deyər. İstiğfar edən yoxdurmu onu bağışlayım? Bir şey istəyən yoxdurmu ki istədiyini verim? Tövbə edən yoxdurmu tövbəsini qəbul edim? Ta ki fəcr doğana qədər bu davam edir. Əbu İshaq da Cabirdən bunu zikr edir və deyir ki, və bu deyir hər gecə olur. Yəni xüsusi bir gecələrdə yox, yəni hər gecə olur. Və həmçinin Rifa'a ibn İrab el-Cuhani'dən rəvayət edir. Ata ibn Yasar anlatır. Deyir ki, Rifa'a rəvayət etdi ki, Rasulullah sallallahu aleyhi və səlləmlə bərabər Məkkədən qayıtdıq. Və sonra deyir ki, nəhayət belə dedi. Allah dünya səmasına enər və belə deyər. Qullarımı başqasından soruşmaram. Məndən istəyən varmı ki, ona istədiyini verim? Mənə dua edən varmı, ona icabət eləyim? Bağışlanmaq istəyən varmı, bağışlayım? Və deyir, ta ki fəcr doğana qədər. Bir başqa rəvayət yenə başqa sahabədən, Əbu Darda radiyallahu anhudan rəvayət olunur. Fudaylə ibn Ubeydin Əbu Dardadan rəvayət etdiyinə görə deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Gecənin son 3 saatlıq zamanı qaldıqda Allah Teala dünya səmasına iner. İlk saatda özündən başqa heç kəsin baxmadığı kitaba baxar. Dilədiyini silər, dilədiyini saxlayar. İkinci saatda isə Ədin cənnətinə baxar. Oradır onun məskənidir. Onunla bərabər sadəcə nəbilər, şəhidlər və sıddıqlar olar. Orada heç kəsin görmədiyi, heç kəsin ağlına gəlməyəcək nemətlər, gözəlliklər vardır. Sonra da gecənin son saatında dünya səmasına enər və belə deyər. Bağışlanma istəyən yoxdurmu bağışlayım? Bir şey istəyən yoxdurmu verim? Dua edən yoxdurmu icabət edim? Dan yeri ağarana qədər davam eləyər. Allah Teala buyurdu ki, bir də sabah namazını, çünki sabah namazını şahid olunandır. İsra surəsinin 78-ci ayətidir ki, yəni sabah namazının şahidləri olduğunu bəyan edən ayətlərdəndir. Yəni mələklər buna şahidlik eləyərlər. Və Abdullah ibn Məsuddan rəvayət olunur ki, Nəbi sallallahu aleyhi və səlləm buyurdu ki, şübhəsiz ki gecənin son 1/3 dilimi qalınca Allah Teala dünya səmasına enər, əlini açaraq belə deyər. Bir şey istəyən varmı verim? Və sabaha qədər belə davam edir. Bir digər sahabə Cübeyr ibn Mut'im radiyallahu anhudan rəvayət olunur. O da Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Allah Teala hər gecə dünya səmasına enər və belə deyər. Bir şey istəyən varmı verim? Bağışlanma diləyən varmı bağışlayım? Və bu hədislər ki var, hamısının demək olar ki mövzusu eynidir. Sadəcə fərqli sahabələrdən rəvayət etməyimizin
Daha doğrusu İmam Lələkai'nin də kitabında bunları qeyd etməsinin səbəbi odur ki, bunlar bir-birini dəstəkləyən, bir-birinə şahidlik eləyən hədislərdir. Hansı ki, heç bir şübhə əhli şübhə gətirərək, yəni deməsin ki, bir dənə hədisdir, başqa hədislər də var, onun ziddi də var, başqa şeylər də var deyərək bəhanələr gətirməsinlər deyə. Bu məsələdə icma olmasını göstərməkdən ötürü bir neçə sahabədən mövzusu, mətni, sözləri bir-birinə yaxın şəkildə bir çox hədislər zikr olunur. Və eyni ilə davam edən Amr bin Abasədən, Uqbə bin Amir Əl-Cühanidən, Əbu Mus'adən, Ayşə anamızdan bənzəri mətnlərdə hədislər rəvayət olunub. Bunların hamısını oxumuram, çünki demək olar ki, hamısının mətni eynidir. Və sahabələrlə yanaşı tabinlərdən də bunu təsdiqləyən nəqillər var. Çünki tabinlər də yenə sahabələrdən dərs aldıqlarından dolayı təbii olaraq da onlar da sahabələrin dediklərinin eynisini deyirlər. Ata ibn Yasar, Umar ibn Abdüləziz, Muhammed ibn Kəb əl-Qurazi, Məqul kimi, yəni böyük tabinlərdən rəvayət olunan nəqillər də inşallah sizlərə oxuyacağım. Əbu Hazimdən rəvayət edildiyinə görə Ata ibn Yasar deyir ki, Şaban ayının 15-ci gecəsini qəsd eləyərək, Qədir gecəsindən sonra bundan deyir daha fəzilətli bir gecə yoxdur. Allah-u Teala bu gecə dünya səmasına enər və müşrik olan, qəlbində kin tutan və qohumluq bağını qoparan kimsələr xaric hər kəsi məğfirət eləyər. Kimləri xaric etdi bunlardan? Yəni müşrik və kafirlər bağışlanmır, qəlbində müsəlmanlara qarşı kin bəsləyənlər bağışlanmır, qohumluq bağlarını kəsənlər bağışlanmır. Bunun xaricindəkiləri isə deyir ki, Allah Azə və Cəllə bağışlayar. Və həmçinin Muhammed ibn Kəb əl-Qurazidən, o da Ömər ibn Abdüləzzin belə dediyini eşitmişdir. Deyir ki, Allah Teala cənnətliklər və cəhənnəmliklər haqqında hökmünü verib, işi bitirdikdən sonra bulutlardan ibarət kölgələr içində və yanında mələklər olduğu halda gələr. Cənnət əhlinin ilk mərtəbəsində yer alanların başında durar, salam verər. Onlar da salamını alarlar. Və Allah Teala'nın Rəhim olan Rəblərindən sözlü olaraq salam vardır buyruğunun, yəni Yasin surəsi 58-ci ayətin buyruğunun təcəllisi budur. Və yenə Məquldən rəvayət olunur, deyir ki, Şabanın 15-ci gecəsi Allah qullarına baxar. İstiğfar edənləri bağışlayar. Tövbə edənlərin tövbələrini qəbul eləyər. Kindarları kinləri ilə baş-başa buraxar. Müşrik və qəlbində kin tutan, xaric, yəni hər kəsi bağışlayar. Ətbə tabiin təbəqəsindən də eyni şəkildə rəvayət olunur ki, ətbə tabinlər də öz sələflərini, dərs aldıqları tabinləri təqlid edərək, onların etiqad etdiyi şəkildə etiqad etmişlər. Əbu Hüreyrədən oxuduğumuz hədisin sənədinə baxarkən, yəni ətbə tabinlərin böyüklərindən İmam Məlikin də o sənəddə adını görürük. İmam Əvzai, Sufyan əs-Savri, Leys ibn Sa'd, yəni onlar da bu hədisləri qəbul edən, bu hədisləri nəql edən alimlərdəndir. Və onlardan sonra gələn alimlər də bu etiqadı mənimsəyərək nəsildən nəslə ötürmüşlər. Və İmam Əhmədin tələbələrindən İshaq ibn Mənsur əl-Kəbsəc rəvayət eləyir ki, İmam Əhməddən soruşdum. Rəbbimiz Təbarəkə və Teala hər gecənin son 1/3-də dünya səmasına enər. Sən bu hədisləri qəbul edərəkmi nəql edirsən? Və sonra qardaşlar davam edərək deyir ki, cənnət əhli onu, yəni Rəbləri Əzzə və Cəlləni görəcək. Üzü çirkinsəməyin, çünki Allah Adəmi öz surətində yaratmışdır. Cəhənnəm Rəbb Əzzə və Cəlləyə şikayət etdi və Rəbbi ona ayağını qoydu. Musa ölüm mələyinə şillə vurdu. İmam Əhməd deyir ki, bunların hamısı səhihdir. Və İshaq da belə deyir, bunların hamısı səhihdir. Və deyir ki, bunları ancaq bir bidətçi, yaxud da görüşü zəif bir kimsə rədd edir. Zaman zaman cəhmiyələr bu barədə şübhələr gətirərək avamı öz küfrlərinə dəvət etməyə çalışıblar, hər devirdə. Lakin Allaha həmd olsun ki,
Hər dövrdə Allahın bu ümmətə mərhəmət olaraq göndərdiyi hədis və əsər əhli alimlər onları hər zaman susturublar. İshak İbn Rahuyadan rəvayət olunur. Deyir ki, Cəhmiyyədən olan bir adam mənə sual verdi. Əgər Allah dünya səmasına enərsə, bu zaman ərş ondan boş mu qalar? Yəni, belə bir şübhə gətirir. Və deyir ki, mən dedim ki, o, yəni Allah, ərş ondan boş qalmadan enməyə qadirdirmi? Deyir ki, o sustu. Və mən dedim ki, əgər qadirdir desən, bu mübahisədə məğlub olarsan. Qadir deyil desən, küfr etmiş olarsan. Küfr etməkdənsə məğlub olmaq daha yaxşıdır. Beləliklə, qardaşlar, həm etiqad etdiyimiz, həm də dəvət etdiyimiz əqidə odur ki, Allah Azza və Cəllə hədislərdə gəldiyi üzərə keyfiyyəti də ancaq ona məlum olacaq şəkildə dünya səmasına enər. Necə ki, istivaya qadir olduğu kimi, nuzula da qadir olan odur. Bunun əksini iddia edən hər kim olursa olsun, sünnət əhlindən deyil, o bizdən bəridir, biz də ondan bəriyik. Və əhl-i sünnətin əqidə əsaslarından bir digəri də rü'yətullaha, yəni qiyamət günü Allah Azza və Cəlləni görməyə iman etməkdir. Allah Teala buyurur ki, yaxşılıq edənlərə ən gözəl olan və ondan daha artığı vardır. Yunus surəsinin 26-cı ayətində buyurur ki, yaxşılıq edənlərə ən gözəl olan vardır və onun ziyadəsi vardır. Yəni, ondan daha artığı vardır. Bu ayəti təfsir edərkən Rasulullah sallallahu aleyhi və səlləmdən sahih olaraq gələn rəvayətdə ziyadəsi ifadəsini, yəni daha artığı ifadəsini Allaha baxmaq şəklində təfsir etmişdir. Yəni, Rasulullah sallallahu aleyhi və səlləm bunu Allaha baxmaq şəklində təfsir etmişdir. Yəni, qardaşlarım, Quran və sünnətin bizə öyrətdiyi odur ki, salih əməl sahibi olan muvahhidlər üçün Allahın vəd etdiyi cənnət vardır. Və bir də bundan daha artığı, yəni təsəvvür edirsiniz, cənnətdən də daha artığı var imiş. Və bundan daha artığı olan Allaha, Allah subhanahu və teala'ya baxmaq, onu görmək vardır. Bu təfsir sahabədən Əbu Bəkr Əs-Sıddıq, Huzeyfə ibn Yəmən, Əbu Musa Əl-Əşari, Abdullah ibn Məsud və Abdullah ibn Abbasdan rəvayət edilir. Bunlarla yanaşı da bir çox sahabədən də bu barədə nəqillər var. Amir ibn Sa'dın Əbu Bəkirdən, Muslim ibn Nəzirin də Huzeyfədən rəvayət etdiklərinə görə Əbu Təmim Əl-Huceymi Əbu Musa Əl-Əşaridən, Əbu Salih ibn Abbasdan, Murra Əl-Həmədəni ibn Məsuddan rəvayət ediblər. Yəni, bu cür təfsir barədə bu sahabələrdən rəvayət olunur. Yəni, onların hər birisi yaxşılıq edənlərə ən gözəl olan və ziyadəsi vardır ayəti haqqında, ən gözəl olanın cənnət olmasını, ziyadənin isə Allaha üzünə baxmaq olması şəklində təfsir ediblər. Quran-ı Kərimdə bir başqa ayətdə Allah subhanahu və teala belə buyurur. Orada onlar üçün istədikləri hər şey vardır. Huzurumuzda, qatımızda bundan daha artığı vardır. Bu da Qaf surəsinin 35-ci ayətidir. Bu ayətin təfsiri barəsində Əli ibn Əbu Talib və Ənəs ibn Məlik, Allah hər ikisindən razı olsun, bunun Allahın üzünə baxmaq olduğunu deyiblər. Yəni nəyin? Hansı ki deyir ki, orada onlar üçün istədikləri hər şey var və yanımızda, qatımızda, huzurumuzda bundan da artığı var. Yəni bundan da artığını Əli ibn Əbu Talib və Ənəs ibn Məlik bu artığın Allahın üzünə baxmaq olduğunu deyiblər. Said bin Musayyab və Ata bin Yazid Əl-Leysi deyirlər ki, Abu Hureyra radiyallahu anhu onlara belə rəvayət edib. İnsanlar dedilər ki, ey Allahın Rasulu, qiyamət günü Rəbbimizi görəcəyikmi? Rasulullah dedi ki, qarşısında heç bir bulud olmadığı zaman günəşi görəcəyinizdə ixtilaf varmı? Dedilər ki, xeyr. Buyurdu ki, bəs qarşısında bulud olmadığı zaman ayı görəcəyinizdə şübhə varmı? Dedilər ki, xeyr ey Allahın Rasulu. Buyurdu ki, məhz siz də Rəbbinizi belə görəcəksiniz. Məhz siz də Rəbbinizi belə görəcəksiniz. Yəni,
bulutsuz gündə, bulutsuz gecədə günəşin və ayın aydın göründüyü kimi siz də Rəbbinizi bu cür görəcəksiniz. Bu hədisi Buxari, Müslim və bir çox digər mühaddislər də öz kitablarında rəvayət ediblər. Ata ibn Yasar bu hədisin bir bənzərini sahabədən Əbu Səid Əl-Xudridən də rəvayət edib. Cərir ibn Abdullah Əl-Bəcəli radiyallahu-dan rəvayət olunur ki, dedi ki, Rasulullah sallallahu aleyhi və səlləmin yanındaydıq. Ayın 14-cü gecəsi idi. Yəni, bilirsiniz, yenə təkrar olaraq deyim ki, ayın 14-cü gecəsi, hansı ki, ay tam belə yumru şəkildə ən böyük halında olur. Aya baxıb belə dedi, şübhəsiz ki, siz bunu gördüyünüz kimi Rəbbinizi görəcəksiniz. Ona baxarkən çətinlik çəkməyəcəksiniz. Abdurrahman ibn Əbu Leylanın Suheyb ibn Sinan Ər-Rumi radiyallahu-dan rəvayət etdiyinə görə isə deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Cənnət əhli cənnətə girəndə onlara belə səslənirlər. Ey cənnət əhli! Allah qatında sizə verilən bir söz var ki, siz hələ onu görməmisiniz. Dedi ki, deyərlər ki, nədir o? Üzlərimizi ağartmadı mı? Bizi cəhənnəmdən uzaqlaşdırıb cənnətə yerləşdirmədi mi? Dedi ki, Allah Azə və Cəllə pərdəni qaldırar, onlar da ona baxarlar. Allaha and olsun ki, o an yaşadıklarından daha çox sevdikləri bir şey onlara verilməmişdir. Və ardınca Yunus surəsinin 26-cı ayətini oxudu. Əbu Zubeyrdən rəvayət edildiyinə görə Cəbir ibn Abdullah radiyallahu anhudan Kəvsər havuzundan içmək məsələsi soruşuldu. Danışdı və nəhayətində belə dedi. Sonunda Rəbləri onlara təcəlli edər. Yəni Rəbləri onlara görünər. Və digər bir sahabə Abdullah ibn Ömər radiyallahu anhu deyir ki, cənnət əhlinin ən alt mərtəbədə olanı özünə bəxş edilən mülkü başından sonuna qədər görmək üçün 2000 il baxandır. Bu cənnətin ən alt mərtəbəsində olan kəsdir. Onu vəsf edir ki, ona verilən mülkü başından axırına qədər görmək üçün 2000 il baxır. Ən fəzilətli mərtəbədə olanları da gündə 2 dəfə Rəblərinin üzünə baxanlardır. Yəni cənnət əhlinin ən fəzilətli olanları gündə 2 dəfə Rəblərinin üzünə baxanlardır. Sahabədən nəql olunanlar bundan daha çoxdur, lakin çox təkrara yer verməmək üçün bunlarla kifayətlənirəm. Tabinlərdən rəvayət olunanlara gəldikdə isə bir çoxunun adı sahabədən nəql etdiyim rəvayətlərin sənəd zincirində keçir. Lələkay da burada Həsən Əl-Bəsridən, Səid bin Museyyəbdən, İkrimədən, Qatədə və digərlərindən sahabədən nəql olunanların eynisini rəvayət edib. Dövrümüzün cahilləri tərəfindən İmam Mücahidə bu məsələdə bəzən iftira atıldığı üçün Mücahid ibn Cəbirdən olan rəvayəti oxuyacağım inşallah. Leysin Mücahiddən rəvayət etdiyinə görə dedi ki, yaxşılıq edənlərə ən gözəl və ziyadəsi vardır. Ən gözəl olan cənnətdir, ziyadə isə Rəbbə baxmaqdır. Yəni bu da Mücahid rahiməhəllahdan nəql olunandır və həmçinin Qiyamə surəsi 22-ci, 23-cü ayətlərin təfsiri haqqında da Mənsurdan rəvayət edildiyinə görə Mücahid rahiməhəllah deyir ki, o gün bir qism üzlər parlaqdır ayəti haqqında deyir ki, Rəbbinə baxaraq parıldamışdır. Yəni ayətdə deyir ki, o gün bir qism üzlər parıldayacaqdır. Bu ayət haqqında bu parıldamanın səbəbini açıqlayaraq Mücahid rahiməhəllah deyir ki, yəni Rəbbinə baxaraq parıldamışdır. Sonraki təbəqədən olan alimlər də rü'yət məsələsini, yəni gəldiyi kimi, bu əsərlərdə, bu sənədlərdə gəldiyi kimi qəbul ediblər. İbn Vəhb deyir ki, Məlik ibn Ənəsi, yəni İmam Maliki, belə deyərkən eşitdim. Baxanlar qiyamət günü Allah Teala'ya gözləri ilə baxacaqlar. Nəyə görə bu cür dəqiqləşdirici ifadələrdən istifadə edib sələf alimləri, qardaşlar? Çünki necə ki bizim devrimizdə sapıq insanlar çoxdur, onların devrində də olub. Deyiblər ki, hə, Allah burada ayətdə zahiri üzrə belə deyir, ancaq onun mənası odur ki, qəlb gözü ilə baxarlar
nə bilim, bəsirət gözü ilə baxarlar, belə qəribə-qəribə ifadələrdən istifadə edərək mənada saptırma etməyə çalışıblar. O baxımdan da İmam Məlik, yəni cümlə olaraq deyə bilərdi, onlar Allah Taala'ya baxacaqlar. Lakin dəqiqləşdirərək, daha da təkid ifadələri istifadə edərək deyir ki, gözləri ilə baxacaqlar. Zaten başqa şeylə baxmaq mümkün deyil. Yəni, bu baxımdan gözləri ilə ifadəsini hansı səbəbdən istifadə edib, çalışdım ki, qısa şəkildə onu izah edeyim. Valid bin Muslim deyir ki, Əvzəyi, Sufyan əs-Səvri, Məlik ibn Ənəs, Leys ibn Sada deyir, Rüyətullah haqqındakı hədisləri soruşdum. Yəni kimlərə soruşur? Əvzəyiyə, Sufyan əs-Səvriyə, Məlik ibn Ənəsə və Leys ibn Sada. Allahın qiyamət günündə görülməsi haqqındakı hədisləri soruşdum. Dedilər ki, olduğu kimi qəbul edin və keyfiyyətə də dalmayın. Və yenə Ətbə-u Tabiin təbəqəsinin böyüklərindən Abdullah ibn Mübarakdan soruşuldu. Soruşuldu ki, ey Əbu Abdurrahman, qiyamət günü Rəbbimizi necə görəcəyik? Dedi ki, gözümüzlə. Bu da yenə İmam Məlikin ifadəsinin bir bənzəridir. Rabi bin Süleyman rəvayət eləyir ki, Şafinin yanındaydım və deyir, ona bir məktub gəlmişdi. Deyilirdi ki, Allah-u Teala'nın xeyr, o gün onlar Rəblərindən pərdələnmişdirlər. Ayəti haqqında nə deyirsən? Bu ayət Mudaffifin surəsinin 15-ci ayətidir. Ayətdə deyir ki, o gün onlar Rəblərindən pərdələnmişdirlər. Yəni, Allah Əzzə və Cəllə özünə xas bir hicabla, bir pərdə ilə onlardan pərdələnib və onlar Rəblərini görə bilmirlər. Bu ayət soruşulur İmam Şafidən. Şafi deyir ki, bunlar Allahın qəzəbinə məruz qaldıqları üçün pərdələndilərsə, burada rızasına nail olanların şübhəsiz ki, onu görəcəklərinə dəlil vardır. Yəni, Allah həmd olsun, Allah Əzzə və Cəllə bu alimlərə böyük fəhm bəxş eləyib və onlar hər birisi dahi insanlar idi. Və təbii ki, ayətlərdən istinbat çıxartmaq elmi də onlarda var idi. Və Şafi də bu ayətə baxaraq deyir ki, yəni əgər günah sahibləri, əzaba düşar olanlar, Allahın qəzəbinə düşar olanlar Rəblərindən pərdələniblərsə, demək ki, Allahın rızasına mazhar olanlar, rızasına nail olanlar da şübhəsiz ki, yəni onu görəcəklər, onlardan pərdələnməyəcək. İmam Əhməddən də rü'yət hədisləri soruşulduğu zaman belə demişdir. Hamısı səhih hədislərdir. İman edirik və iqrar edirik. Gördüyünüz kimi hər təbəqədən sözünə etibar edilən, elmdə yüksək dərəcə sahibi olan alimlər qiyamət günündə və cənnətdə Allahın görüləcəyinə, gözlərlə görüləcəyinə etiqad ediblər. Son olaraq bir məsələyə də aydınlıq gətirərək dərsi yekunlaşdıracağam Allahın izni ilə. Cəhmiyyənin bu mövzuda, yəni əllə tutula biləcək tək dəlili, daha doğrusu dəlil zənn etdikləri Ən'am surəsinin 103-cü ayətidir. Yəni keçmiş cəhmiyyələrdə Ən'am surəsinin 103-cü ayətini bu məsələdə dəlil olaraq istifadə etməyə çalışıblar və günümüz cəhmiyyələri də onların sünnətini davam etdirir. Hansı ki ayətdə deyilir ki, gözlər onu idrak edə bilməz, o gözləri idrak edər. Bu ayətə binaən deyirlər ki, yəni siz deyirsiniz ki, Allah görüləcək, halbuki Allah Əzzə və Cəllə deyir ki, gözlər onu idrak edə bilməz, o gözləri idrak eləyər. Lakin ayətin təfsirinə baxdığımız zaman bu şübhənin də hörümçək toru kimi zəif olduğunu görürük. İkrimə rəvayət eləyir ki, Abdullah ibn Abbasdan soruşuldu. Muhammed sallallahu aleyhi və səlləm Rəbbini gördümü? Dedi ki, bəli. İbn Abbasa deyildi ki, gözlər onu idrak edə bilməz, o gözləri idrak edər buyruğunu necə eləyirsən bəs? Yəni bunu hara qoyursan? Dedi ki, hay anan ölsün, yaxşımı? O, yəni idrak edilməyən, özünə aid olan bir nurudur. O nuru ilə təcəlli etdiyi zaman heç bir şey onu idrak edə bilməz. Yəni bunu İmam Tirmizi də öz kitabında İbn Abbasdan rəvayət eləyir. Yəni cümlə əgər biraz qəlizdirsə, loru dildə də izah eləyim ki, İbn Abbasın açıqlamaq istədiyi məsələ nədir? Allah Əzzə və Cəllə əgər o nurdan olan pərdələrlə pərdələnibsə,
yəni heç kəsin onu görməsi mümkün deyil. Necə ki, digər hədislərdə, Mirac hədisində və digər hədislərdə də gördüyümüz kimi, hətta Cibril əleyhissalam belə deyir ki, mən ona bu məsafədən sonra yaxınlaşsam, yəni yanaram. Allah Azə və Cəllə o pərdəni qaldırmadan nə heç bir peyğəmbər, nə heç bir mələk, nə cənnət əhli onu görə bilməz, onu idrak edə bilməz. İbn Abbas da Allah Rasulunun Allah Azə və Cəlləni görməsini təkzib etməyə, yalanlamağa çalışan Cəhmiyyəyə onu izah edir ki, deyir ki, yəni bu gözlərin idrak edə bilmədiyi məsələ Allahın özünə aid olan bir nurudur və deyir, o nuru ilə təcəlli etdiyi zaman heç bir şey onu idrak edə bilməz. Lakin Rasulullah sallallahu aleyhi və səlləmi Allah özünə yaxınlaşdırmışdır və ona görünmüşdür. Quranda da keçdiyi üzərə Musa əleyhissalamın Allah Azə və Cəlləyə onu görmək istədiyini söyləmişdir. Yəni Musa əleyhissalam Quran-ı Kərimdəki ayətdən bilirik. Allah Azə və Cəlləyə deyir ki, ya Rabbi, mənə özünü göstər. Bu qissədən bəhs edən Əraf surəsinin 143-cü ayəti barədə Rabidən rəvayət edildiyinə görə Əbul Aliyə belə deyir. Bundan əvvəl də Musanın qəlbi deyir, imanla doluydu. Buna baxmayaraq, mən iman edənlərin ilkiyəm dedi. Yəni, səni dünyada qiyamət qopmamışdan əvvəl görülməyəcəyinə iman edənlərin ilkiyəm. Yəni, Allah həmd olsun, Musa aleyhissalam zaten iman etmişdi. Musa aleyhissalamdan qabaq da digər peyğəmbərlər iman etmişdi. Burada mən iman edənlərin ilkiyəm sözündə nəyə iman etməkdən qəsd olunduğunu izah edir təfsir bizə. Və o da deyir ki, yəni Allah Azə və Cəllə deyir ki, sənin dünyada qiyamətdən qabaq görülməyəcəyinə iman edənlərin ilkiyəm. Çünki buyurur ki, gözlər onu idrak edə bilməz, o gözləri idrak edər. Yəni gözlər dünyada onu idrak edə bilməz. Yenə başqalarından da bənzəri nəqillər rəvayət edilmişdir və əsl olan odur ki, bunu qəbul etmək imandır, bunu inkar etmək isə küfürdür. Dərslərdə sünnətin əsaslarını inkar edənlər haqqında onlar kafirdirlər dediyim zaman şübhə əhli bizi aşırılıqda ittiham edir. Biz hər şübhə əhlinin şübhəsinə cavab verməklə mükəlləf deyilik, lakin İmam Acuridən bu barədə əhl-i sünnətin etiqadını və tətbiqini oxuyacağam ki, doğru olanı öyrənsəniz əgər, ona müxalif olanın da batil olduğunu biləcəksiniz. Əş-Şəriə kitabında İmam Acuri rahimehullah deyir ki, heç bir elmi olmayan cahilin biri ya da doğru yolu tapmağa müvəffəq qılınmayan, şeytanın özləri ilə oynadığı və təvfiqdən məhrum buraxılmış bu cəhmiyyə mənsublarından biri çıxıb, möminlər qiyamət günü Allahı görəcəklər, deyə etiraz eləyərsə, ona bəli, buna görə Allah Taalaya həmd olsun deyirlər. Cəhmi bunun üzərinə mən buna inanmıram deyərsə, ona uca Allaha kafir oldun deyirlər. Bəs dəlil nədir deyə soruşarsa, belə cavab verirlər. Baxın qardaşlar, bunu xatırlayın ki, bu Abu Zeynəbin sözü, bir başqasının sözü yox, İmam Acurinin Şəriə kitabında gətirdiyi sözdür. Onun da müəllimlərindən, böyük alimlərdən öyrəndiyi bir qaydadır, bir usuldur. Həm dəlilindirsə oxuyacağam, həm də ki, bu dəlildən məsələnin illətini, onların niyə kafir olduğunu, onlara niyə kafir dedildiyini biləcəksiniz. Deyir ki, bəs dəlil nədir deyə soruşarsa belə cavab verirlər. Çünki sən Qur'anı, sünnəti, səhabənin sözünü, müsəlmanların alimlərinin sözlərini rədd etdin. Möminlərin yolundan başqasına uydun. Allah Teala'nın haqqında belə buyurduqlarının dairəsinə girdin. Hər kim doğru yol özünə bəlli olduqdan sonra Rasula qarşı çıxıb, möminlərin yolundan başqa bir yolla gedərsə, onu üst tutduğu yola yönəldər və cəhənnəmə atarıq. Ora nə pis dönüş yeridir. Və Nisa surəsinin 115-ci ayətini də dəlil olaraq zikr eləyərək, onların küfürlərinin illətini bəyan edir. Yəni bu məsələ həm Allah Azə və Cəllənin görülmə məsələsi olsun, həm Quran məxluqdur məsələsi olsun, istərsə də digər sünnətin əsillərindən, əsaslarından bəhs edən digər məsələlər olsun,
hər birisi üçün dəlil olan, qayda olan məsələlərdəndir ki, bunların hər birinin kafir olmalarının illəti Rasulullah sallallahu əleyhi və səlləmə müxalif olmaq, sahabənin sözünü, kitabı, sünnəti yalanlamaq, alimlərin sözünü yalanlamaqdır. Və dəlil olaraq da yenə Nisa surəsinin 115-ci ayətini zikr edir. Rəbbim bizləri möminlərin yolundan başqasına meyl etməkdən qorusun. Çünki doğru yol bizlərə bəyan edilib artıq. Yəni bu bəyandan sonra digər yollara meyl eləsək, demirəm ha, getsək. Meyl eləsək, ayətdə keçdiyi üzərə Allah həmin yola qəlblərimizi yönəldər və bizi həlak eləyər. Allah qorusun. Qəlblərimizin sapmasından və pis sonluqdan Allah Əzzə və Cəlləyə sığınıram. Allah Əzzə və Cəllə qəlblərimizi saptırmaqdan qorusun, ayaqlarımızı dini üzərində sabit etsin, canımızı da yalnız mömin olduğumuz halda alsın. Allahümme amin.